Salam uşaqlar, bugünkü dərsimiz 8-ci sinif fizika üçün 7-ci kişi summativ qiymətləndirməyə aid test nümunələrinin həllidir. Birinci tapşırığımızdan baxaq. Elektrik qızdırıcısının spiralından keçən cərəyan şiddəti 2 dəfə artarsa, qızdırıcıdan ayrılan istilik miqdarı necə dəyişər? Bilirik ki, Q bərabərdir I kvadrat RT-dir. Qızdırıcının müqaməti sabitdir. Onda buradan cərəyan şiddəti 2 dəfə artırsa, kvadratı 4 dəfə artır. Ayrılan istilik miqdarımız da 4 dəfə artar. Cavabımız olar E variantı. Elektrik çaydanının gücü 1800 wattdır. Ondan üçün cərəyanın 2 dəqiqə müddətində gördüyü işi hesablayın. A bərabərdir N vur T yazarıq gücünə. N'in yerinə yazarıq 1800 vurulsun. T'nin yerinə 2 dəqiqə saniyəyə çevirərik 120 saniyə. Bərabərdir. Bu da eləyər. 18-i 12-yə vurarıq. 216 yanında da 3 0 joule. Kilojoula çevirəndə 3 0-a kilojoule yazarıq. Cavabımız olar A variantı. Cərəyan şiddəti 4 amper olan elektrik cərəyanı 220 volt gərginlikdə 4.4 kilojoule işi hansı müddətə görər? A bərabərdir IUT düsturundan yazarıq. Buradan bizə T lazımdır. T'ni tapmaqdan ötürü yazarıq. A bölünsün I vur U. Bərabərdir. A-nın yerinə 4.4 kilojoule, bunu joule çevirərik. 4400 bölünsün I-nin yerinə 4 vur, U-nun da yerinə 220. Bərabərdir. Sıfırımız gedər. 44 ilə 22 gedər. Burada qalar 2, 2 ona vurarıq. 20 böl 4 eləyər 5 saniyə. Cərəyan mənbəyi lampa və ampermetrdən ibarət elektrik dövrəsi yığılmışdır. Dövrəyə ardıcıl olaraq həmin lampadan ikincisi də birləşdirilərsə, ampermetrin göstərişi necə dəyişər? Ardıcıl olaraq 2 lampa qoşulmuşdursa, bunların ümumi müqavimətini tapmaqdan ötürü cəmləmək lazımdır. Eyni müqavimətə malikdir deyə hərəsi R-dirsə, onda ümumi müqavimətimiz olar 2R. Onda cərəyan şiddətimiz ohm qanununa görə müqavimət buradan 2 dəfə artırsa, onda cərəyan şiddətimiz 2 dəfə azalar. 5-ci tapşırığa baxırıq. Şəkildə təsvir olunan dövrənin ümumi müqaviməti nə qədərdir? Rezistorların hər birinin müqaviməti 4 ohmdur. Baxırıq burada R2 və R3 rezistorları paralel birləşdirilmişdir. Hər biri 4 ohmdursa, burada ümumi müqavimət 4 bölü 2 eləyər 2 ohm. R1 buradakı 2 ohm və R4 də bir-birinə ardıcıl birləşdirilmişdir. Onda da müqavimətləri cəmləyirik. 2 üstəgəl 2 üstəgəl 2. Deməli, ümumi müqavimətimiz olar 6 ohm. Burada cavabda yer aldı. Çap səhvi düşmüşdür. Yəni cavabımız 6 ohmdur. 6-cı tapşırığımıza baxırıq. Şəkildə elektrik dövrəsi təsvir edilir. Reostat və lampa 220 volt cərəyan mənbəyinə ardıcıl birləşdirilmişdir. Voltmetr lampanın uclarında 100 volt gərginlik olduğunu göstərir. Reostatdakı gərginlik nə qədərdir? Baxırıq şəkilə. Bilirik ki, ardıcıl birləşdirilmədə U ümumi bərabərdir. U1 üstəgəl U2-dir. Ümumimiz 220 voltdur. Lampadakı 100 volt göstərir. Üstəgəl reostatdakı gərginlik X-i taparıq. Onda X-imiz də olar 120 volt. 7-ci tapşırığa baxırıq. Şəkildə elektrik dövrəsi təsvir edilir. Müqaviməti 10 ohm olan birinci rezistordakı cərəyan şiddəti 3 amperdir. Müqaviməti 40 ohm olan rezistordakı cərəyan şiddəti nə qədərdir? Baxırıq burada müqavimətlər ardıcıl birləşdirilmişdir. Rezistorlar ardıcıldır. Ardıcıl birləşdirilmədə cərəyan şiddətləri bərabər olur. Birinci rezistorda 3 amperdirsə, ikinci rezistorda da 3 amperə bərabərdir. 8-ci tapşırığa baxırıq. Hansı sxemdə 3 lampanın ardıcıl birləşdirilməsi təsvir olunmuşdur? Baxırıq bir sxemində 3'ü də ardıcıl birləşdirilmişdir. 2-də bunlar paraleldir. Digəri onlara ardıcıldır. Bir də 3 sxemində 3'ü də bir-birinə ardıcıldır. 4'də isə 3'ü də bir-birinə paraleldir. Deməli, cavabımız olar 1 və 3. Y variantımız. Müqaviməti 100 ohm olan naqildən 20 saniyə müddətində ayrılan istilik miqdarını təyin edin. Naqildəki cərəyan şiddəti 20 milliamperdir. Deməli, yazarıq buradan Q bərabərdir I kvadrat RT
bərabərdir. 20 milliamperdir. Bunu amperə çevirsə 10 üstü mənfi 3'ə vurarıq. 20 vur 10 üstü mənfi 3'ün kvadratı. Müqaviməti 100 ohmdur. 100'ü də yazarıq 10 üstü 2 vurulsun. T də 20. Bərabərdir. Sadələşdirək. 20'nin kvadratı eləyər 400. Vur 10 üstü mənfi 3'ün kvadrat 10 üstü mənfi 6. Vur 10 üstü 2. Vur 20. Bərabərdir. 4'ü 2'yə vurarıq 8. Yanında 3 0 eləyər 10 üstü 3. Bunlar da eləyər 10 üstü mənfi 4. Bərabərdir. O da eləyər 8 vur 10 üstü mənfi 4. Mənfi 1. Mənfi 4'dən 3'ü çıxarıq. Mənfi 1. O da eləyər 0,8. Joule bərabərdir. Cavabımız olar C variantı. 10-cu tapşırığa baxaq. Uclarındakı gərginlik 36 volt olan dövrəyə hər birinin müqaviməti 12 ohm olan 2 rezistor paralel birləşdirilmişdir. Dövrədən keçən cərəyan şiddətini təyin edin. Paralel birləşmədə R ümumi bərabərdir. Müqavimətlər eynidirsə R bölünsün 2 yazarıq. 2 rezistor birləşdirilmişdir. O da eləyər 12 böl 2. Cavabımız olar 6 ohm. U bərabərdir 36 volt. Buradan bizə I lazımdır. I də bərabərdir. U böl R. U oldu 36 volt. 36 böl 6. Cavabımız olar 6 amper. Bugünkü tapşırıqlarımız bu qədər. Suallarınızı rəy bölməsində yaza bilərsiniz. Hər birinizə uğurlar. Sağ olun.